Salam yoldaşlar. Əslində ədəbiyyatın videolarını çəkmişdim. Bayaqdan sadəcə texniki problemlərdən indi təkrar çəkəsi oldum. Başlayaq. Deməli, yazılıdır. Yazılı onları silək. İlk sual Koroğlu ilə bağlıdır. Uyğunluğu bizdən soruşacaq. Düşmənin üç tərəfdən çəynə belə hücum çəkdiyi xəbərini gətirir. Söhbət Çindən girəcək, Aşıq Cünundan girəcək. Ona görə anı ümumiyyətlə çıxırıq. Bolu bəy və onun dəstəsinə bələdçiliyə də Mehdər Murtuzu bağışlayır. Bu Koroğluya aiddir. Birə B-ni yazırıq. Əsir aparılması barədə dəlillərə kim xəbər çatdırır? Xoca Əziz xəbər çatdırır. C-ni yazırıq 3-ə. Oğurlamış at məsələsi bu ümumiyyətlə bu qola aid deyil. Dəlillərə çıxış yolu göstərir. Bu da Nigar xanıma aiddir. 1B, 2E, 3C cavab olacaq A variantı. Əkinçi ilə bağlı bizdən doğru fikirləri soruşur. Mülkədarın nitqində əkincinin hansı yazılı vəziyyətlərə qatlaşdığı aydın hiss olunur? Bu doğru fikirdir. Dolunun əkinçinin çəltiyin, taxılın ziyan eləməsi, sonra nə bilim borclu olması, bunlar hamısı biz əkinçinin vəziyyətin mülkədarın nitqindən görürük. Onun üçün bir doğrudur. Əkinçinin mülkədara əvvəllər də borcu olduğunu görürük. Bəli deyir, verdiyin keçən il borcuna yorğanını. Deməli, indi də borcu var, keçən ildə borcu var imiş, əvvəlkilərə borcu var imiş, 2 də doğrudur. Mülkədarın yaşayış tərzi əkincinin yaşayış tərzi ilə qarşılaşdırılır, 3 də doğrudur. Cavab elə olur 1, 2, 3. Digər suala baxaq. Hayf ki yoxdur qoşması haqqında fikri soruşur. Baxın, bura deyir ki, təsvir olan gözəl bədii fəlsəfi təxəyyülün məhsuludur, amma təsvir olan gözəl real gözəldir. Fəlsəfi təxəyyülün məhsulu deyil. Ona görə A yanlışdır. Əsərdə yarandığı dövrlə bağlı müəyyən təsəvvür yaranır. Bu doğru fikirdir. Baxın, deyir ki, təbiət mövzusuna yazılıb. Xeyr, əslində ictimai mövzuya yazılıb. Sadəcə təbiət təsviri də var. Ona görə C yanlışdır. Qadın gözəllə bağlı fikirləri təəssüf hissini üstəlir. Xeyr, təəssüf hissi, yəni kürə qırağının obalarının olmaması təəssüf hissi daha çoxdur. Ona görə belə deyək də, qadın gözəlliyi daha üstün olsaydı, bu ictimai lirika sayılmazdı elə. İctimai, belə deyək də, mövzu motiv sayılmazdı. Lirik qəhrəman saray gözəllərini onlarla birlikdə kürə qırağında olmamasına kədərlənir. Xeyr, sadəcə saray xanımlarını yada salır fikri doğrudur, amma bu fikir yanlışdır. Cavab olur B variantı. Tamamlaya bilməyən soruşur. Söhbət ana bacıda təhkiyə aid fikirlərdir. Ana bacının yazıb oxuya bilməməsini əsas problem hesab edir. Əsərə görə ana bacı yazıb oxuya bilmir. Bu da əsas problemlərdən biridir. Onun üçün A-nı biz doğru hesab edə bilərik. Uyğun gəlməyən fikir deyir. Hə. Anabacı köhnə nəslin son qəhrəmanı hesab edir. Bunun öz nitqi ilə görürük. Anabacının mənəvi baxımdan böyüklüyünü, ucalığını etiraf edir. Doğrudur. Sonda anabacı haqqında düşüncəsi dəyişir. Bu yanlış olacaq. Anasının tövsiyəsinə əməl edir. Anası ona tövsiyə edir ki, məktubu daha dəqiqləşdirmək üçün anabacı ilə onların evinə get. Burada onu nəzərdə tutur. Bura cavab D variantıdır. Biraz A-da da sanki bir natamamlıq kimi bir şeylər var. Amma D daha yaxın gəlir. Cavaba uyğun olaraq. 65-ə baxaq. Kəvakiblə bağlı sualdır. Deyirlər ki, Allamış Kəvakib əsərində saray adamları nə üçün məhz Yusif Sərracı hakimiyyət başına gətirmək istəyirlər? Baxın, burada Mollabaşdan soruşurlar ki, burada günahkar olan kimdir? Yəni, ölümə cəzaya layiq olan kimdir? O da Yusif Sərracı məsləhət görür. Onun üçün cavab olacaq C variantı. Burada digər fikirlər sanki, məsələn, A-da deyir ki, savadlı qabiliyyətli olduğu üçün gəlir. Sonra E-də deyir ki, islahata görə gəlir. Bunlar tam yanlış fikirdir. Yaxşı. Şah Abbas da imtina eləmir. O müvəqqəti olaraq taxtadan uzaqlaşdırılır. D-də xeyr, əslində hərzi-mərzini qarşılamaq üçün gətirilən obraz deyil. 66. Azadla bağlı yanlış fikri soruşur. Baxın, 2-ci Dünya müharibəsi deyil. Əslində 45-in sonudur. 2-ci Dünya müharibəsi fikri doğru fikirdir. Burada səhv bilirsiz nə olacaq? Öz azadlığı qazanması, bunu dedik. Azadlıq uğruna mübarizə müxtəlif millətlər. Baxın, burada C-yə baxın. Deyir ki, əsərin qəhrəmanı vətənin xalqın azadlığı uğrunda mübarizədə müxtəlif millətin nümayəndələrlə birlikdə iştirak edir. Bura bir vətənin azadlığından söhbət gedirsə, müxtəlif millət olmayacaqsa, bir vətənin milləti, bir vətənin vətəndaşları olacaq. Ona görə C uyğun gələcək. Müəllif Azərbaycan birliyi bütövlüyü məsələsinə toxunur, doğru fikirdir. Hətta gələcəyə inamla bitir. Digər ictimai siyasi problemlərin həll olunacağı bunu Azadın anasının nitqində görə bilərik. Bu da doğrudur. Dostluğa dəyər verən obrazlar var. Bəli, Fərdayan Azaddan söhbət gedir. 67-yə baxaq. Müsbət Fəxrəddinlə bağlı doğrunu soruşur. Bəli, Fəxrəddin insanların İslamdan və şəriətdən uzaq düşdüyünü dilə gətirir. Rüstəm bəy bütün əməl və düşüncələrinə mühafizəkarlığını qatı tərəfdarı kimi çıxış edir. Bu yanlış fikirdir. Övladlarına nökər kimi
nökərlərinə daha doğrusu öz övladı kimi yanaşır. Eyni zamanda qızın oxudu. Bu da həm də Rüstəm bəyə ziddiyyət edir. Ona görə ikiləri avtomatik çıxırıq. Sonra Fəxrəddin baş verən bütün hadisələrin günahını Rüstəm bəy də görür. Yanlış fikirdir. Zəmanə də görür. 4 də çıxırsınız. Rüstəm bəyin xudbinliyi, mənəmənəmliyi, övladlarının ölmə səbəbi olur. 5 götürük. Fəxrəddin gələcək həyatını sərvətlə birlikdə təsəvvür edilir. Üstə düzü cavab olur A variantı. 68. Nöqtələrin yerinə yazıla bilməz deyir. Hemingway'in Qoca və Dəniz əsərində balaca oğlan səhər tezdən ovdan qayıdan qocanın komada yatdığını görəndə rahat nəfəs alır. Doğru fikirdir. Eyni zamanda deyir ki, atam səni bəxtsiz hesab eləyir. Eyni zamanda qocaya tilova taxmaq üçün 2 dənə tunes balıq verir. Eyni zamanda özü deyir, bəli, balıqçılığın bütün sirlərini səndən öyrənmişəm, amma qocaya balıq tutmaq üçün uzağa getməyi məsləhət görür. Yox, qoca özü deyir ki, mən uzağa gedəcəm, əgər külək olmasa. Dəyəri küllən yanlışı soruşur. Molla Sadıq mövhumatın fanatizmi müdafiəçisi doğrudur. Cahandar ağa zamanın sərt axarının yaratdığı yeni ictimai siyasi şəraitdə tab gətirə bilən, xeyr, tab gətirə bilmir, həlak olur. Cavab B variantıdır. Düşmənlə açıq döyüşdə çəkilən Allah hər. Bəli, düşmənlə açıq döyüşdən çəkinir. Məsələn, Qəmərin yalın quyruğunu qırxdırır. Şahinəcəli meyxanaya yönləndirir. Otayaların yandırır, nə bilim, salatını qaçırmaq istəyir. Ona görə cavab bura B variantıdır. Əşrəf yeniliyi təmsil edir. Şamxallı köhnələri təmsil etdiyi üçün tam köhnəlik demək, düşüncə baxımından Cahandar ağanın davamçısıdır, belə deyək. 70-ə baxırıq. Deməli, təsir fayda vasitəsindən bağlı bir sualdır. Burada köçürməyə deyəcək. Yəni, bu köçürmə deyilən metafor nəzərdə tutulur. Burada metafor var. Məsələn, deyir ki, nəğməsiz darıxır əsgər tüfəngi. Biri götürün. Sonra deyir ki, təkrir var. Burada əsgər sözləri var. Bu əsgər sözləri təkrir olacaq. İkini də götürün. Sonra deyir ki, söz sırası qəsdən pozulmuşdur. Elə söz sırası da pozulub, bunu da götürək. Nəğməsiz darıxır əsgər tüfəngi. Burada var. Nə deyir? Tutulan əlavə söz. Nəzərdə tutulan sözün əvəzinə. Bu söz. Burada metonimlə söhbət edir. Metonimə yoxdur. Epitetdən söhbət edir. Epitet yoxdur. Cavabı ora variantı. Digər suala baxaq. Bu da təsir fayda vasitəsindən bağlı sualdır. Deyir 2 misrada epitetlər, amma burada bir dənə dustaq könüllü epitetdir. Başqa epitet yoxdur. Bütün misraların daxil bölgüsü 6 + 5 şəklindədir. Sayaq 1, 2, 3, 6. Hə. Onca 2-ni götürün. Metaforla təşbih var. Metafor var, amma təşbih yoxdur. Başımdan getmişdi sevdanın qəmi. Xəyalım gəzirdi bütün aləmi. Bu metafordur. Bu dustaq könüllümü deyin yenəmi? Çəkdiniz sorğuya, suala gözlər. Dustaq könül epitetdir, təşbih deyil. 3-ü çıxın. İnversiya bədii sual var. Bura çəkdiniz sözü inversiyadır. Yəni xəbər əvvələ keçib. Eyni zamanda bədii sual da var. Sual işarəsini görürsünüz. Qoşmanın orta bəndi təxəllüs işləməyib. Qafiyə quruluşu da A, B olacaq. Ona görə orta bənddə fikri doğrudur. Cavabı olur 2, 4, 5, yəni B variantı. 72-yə baxaq. Anamın kitabı əsərində bizim doğrunu soruşur. Mirzə Məhəmmədəli Rüstəm bəy lüğət üçün sözlər deyir. Rüstəm bəy lüğətə ərəb fars mənşəli söz yazır. Əslində lüğət üçün söz yazacam deyir. Sonra bir növ onun yoldaşına belə deyək də kinayə ilə bəzi sözlər deyir. Üzü açıq, başı açıq gəzdiyi üçün və s. Yəni qeyri-müsəlman davranışları göstərir üçün bir yanlış olacaq. Burada Rüstəm bəy Rus dilində danışanda Mirzə Məhəmmədəli yox, Mirzə Zeynala etiraz edəcək. 2 də yanlışdır. Zəhra bəyəm ana vəfat edəndə deyir ki, qardaşlar artıq birləşir, yanlışdır, birləşmir. 5 də ona görə yanlışdır ki, Zəhra bəyəm deyir ki, mən bilmirəm, mən tanımıram. 5 də yanlışdır. Cavab olacaq 4. Qardaşlar arasında Gülbahara görə dəfələrlə fikir ayrılığı yaranır. Gülbahar qardaşların onun ailə qurması üçün mübahisələrinin faydası olduğunu hesab edir. Cavab 4-dür, yəni D variantı. Biraz tez bitirmək üçün sanki sürətli danışıram. Yəqin anlaşılacaq videoya baxanda. Baxaq, digər sual keçən ilin son gecəsindən bağlıdır. Bizdən doğru yanlışda yer dəyişmə eləməliyik ki, uyğunluq bərpa olunur. Yəni doğrunun altında yanlış, yanlışın altında doğru var. Onları tapıb yerini dəyişməliyik. Ərinin səsini dinlədikdən sonra təskini tapır, baş verənləri qəbul edir. Bu doğru fikirdir. Doğrudan işimiz yoxdur. Qızı Gülarə və Kürəkənin Süleyman əslində nə üçün gəldiyini biləndə bir anlığa sarsılır, hətta əlindəki vazda olan meyvələr yerə düşür. 3 yanlışdır, çünki deyir ki, postalyon haqlı olduğunu bilsin, amma postalyon haqlı olduğunu bilmirdi. Yəni onu haqlı hesab eləmirdi. Burada indi yanlışların altından doğrunu götürməliyik. Oğlu Rüstəmi nişanlısı ilə barışdırmağa çalışsa da bunu bacarmır, xeyr bacarır. Postalyonun dediklərini qəbul etmir və bu doğru fikirdir. Deməli 3 ilə 5-in yeri dəyişməlidir. Cavab olmalıdır E variantı. 6 da səhvdir, çünki övladlarından bir yerdə yox, tək qulaq asır Qəzənfərin səsinə. Baxaq digər suala. Leyli Məcnun bir Dəhnaməyə Noxşar fərqli soruşur. Yenicə dünyaya gələn obraz söhbət Məcnundan gedir. Bir anı yazırıq.
xeyirxahlıq etməyə çalışan obraz. Bunu yazırıq ortaya. Leyli Məcnunda Nofəl var, Zeyd var, Dəhnamədə də Bağban var, eyni zamanda qasidlər var. Real qız obrazı, insan obrazı deyil. Bu Dəhnamədəki məşuqədən söhbət gedir. Bunu yazırıq bura. D-də də yazırıq. Məktublar məsələsində məşuqədir. D-ni də yazırıq bura. Şəxsiyyət azadlıqda Leyli Məcnunda da N-də yazırıq bura. A, E, C, D, B. Var mı elə cavab? Var. Cavab var, C variantı. Sultan Səncərqari Hikmətin Fəziləti ortağı soruşur. İbrətamiz məzmun daşıyır, hər ikisi. Bu doğrudur. Yüksək vəzifəli məmurların seçki. Bu məmurlar seçki ilə təyin olması. Bir dənə yüksək vəzifəli məmurların bu ortaq olmayacaq. Sadəcə Hikmətin Fəzilətinə deyir ki, hökmdar öz vəzirin sınaqdan keçirib vəzir təyin edir. Elə bir fikir, amma oxşar olmayacaq. İkini çıxın. Ədalətli idarə etmənin vacibliyi təbliğ olunur. Ədalətli idarə etmənin vacibliyi təbliğ olunur. Padişahın ölkədə baş verənlərə xəbərdar olmasının vacibliyi. Bu Hikmət Fəzilətinə aid deyil, cüzbiliklərə də aid deyil. Ədalətli idarə etmənin vacibliyi 3-ü də götürsəniz, cavab olacaq 1-3 E variantı. Sonra Əsr Azərbaycanım şeiri, bir də Azərbaycan bayrağına bizdən ortağı soruşur. Hər ikisi heca vəzindən bəndlər şəklində bunu götürün. Konkret hadisə deyəndə, bilirik ki, Azərbaycan bayrağına şeiri o parlament binasının üzərində dalğalanan üç rəngli bayrağı göründən sonra şeir yazılıb. 2-də onu nəzərə tutur, amma oxşar deyil, ortaq deyil. Nikbin pozitiv əhval-ruhiyyə aparıcıdır. Əsr Azərbaycanda Azərbaycan əsridir deyə bir növ burada pozitivliyi az görəcəyik. 3 yanlışdır. 4 götürə bilərsiniz. Vətənin müqəddəsinə dair fikirlər var. Cavab olacaq 1, 4, yəni E variantı. İblisdən söhbət gedir. İblis əsərindən doğrunu bizdən soruşur. Burada deyir ki, Arif nəfsinə hakim ola bilir, amma hakim ola bilmir. Sonra deyir ki, insanların öz mənfi etirazlarının əsrinə çevrilməsi iblisin məyus edir. Bu yanlış fikirdir. Haqq ədalət axtarışı Arifi kamil insana çevirmir. Bunda çıxın. Bura çevirir yazılıb, amma çevirmədiyi üçün canı çıxırıq. Arif iblisə mi olmuş başarı? Bu nitq ümmətin Arifə deyil, mələyə aiddir. Bunda çıxın, cavab qari variantı. Arifə qarşı qoyulmuş iblis obrazı dünyada yalnız Allah'a özünə rəqib hesab edir. Bəli. 78. Qızıl Culamaydı poeması sənət adamlarının repressiya dövründə sifarişlə əsər yazması. Bu əsər sifarişlə yazılmayıb. Ona görə A yanlışdır. Baxın, Nizamidən tərcümə yoxdur, B də yanlışdır. Əruz vəzinin görə bilmərsiniz, çünki sərbəst şeydə hecanın təsiri aydın duyulur. Burada əruzluq bir şey yoxdur. Lirik parça olduğu üçün epik təhkə yoxdur, fikri yanlışdır, çünki əsər poema janrındadır. Bura təhkə hökmən olmalıdır. Cavab olur E variantı. Müşfiqin siması vətənpərvər yaradıcı insanların repressiyaya məruz qalmaları haqqında aydın təsəvvür yaradır. Nurəddindəki ardıcılığı soruşur. Baxın, birinci babasının İmamverdi babanı görmək istəyir. Sonra bağda Əmir Aslanla Gülpərinin söhbətini eşidir. Sonra İmamverdi babanın yanına etmək fikrindən daşınır. Deməli, burada birinci planından xəbər tutur, sonra getmək fikrindən daşınır, sonra meşədə azaraq ağacda gecələyir, sonra 5 və 4 gələcək. 13 254, 13 254 cavab olur B variantı. Bad səva mənim dəyərli dilimi doğrunu bizdən soruşur. Aşıqın əhvalının ətraflı ifadəsi onun necə əzab edəcəyini göstərir. Bəli, necə ahnalı elədiyi, nə bilim, rənginin heyvana döndüyünü onun özünün nitqindən görə bilərik. Yəni, əzab edəcəyini görə bilərik. Pak məhəbbətlə yüksək dəyər verir və qarşı tərəfdən bunun görməyi arzulur, belə bir şey yoxdur. Burada ümidini itirir fikri yanlışdır. Bura bədbin sonluq yanlışdır. Burada da əğyar sözü yanlışdır. Ona görə cavabınız olur A variantı. 81-də mahnılar lirik növün ən son yaranmış janrlarından biridir. A variantı doğrudur. Mərasim nəğməsinin növü var. Düzdür, toy və yas nəğməsi. Burada düzdür. Məsələn, epik növdə elə janr var ki, həm nəsr, həm nəzm olur. Məsələn, yanıltmacıdır. Bu həm nəzm, həm nəsr ola bilər. Tapmacadır. Bunu da çıxın. Aşıq xiracılığı, bu sualları dəfələrlə demişik. Aşıq xiracılığından dramatik növdə ola bilməzdir. Ona görə cavab olur D variantı. Deyir ki, müxtəlif dillər deyil. Bilirsiniz ki, Nizamidir, Qətran Təbrizdə, Mənsət Gəncəvidir. Yalnız farsça yazıb. Ona görə cavab olur 2-3. Oktay Eloğlu əsərlə bağlı doğrunu bizdən soruşur. Aslan bəyin teatrı məsciddən üstün tutması atası Hacı zamanı daha da hiddətləndirir. Düzdür. Zahiri qabıq olsa da, əslində belə hesab eləməsə, amma bu nitq Aslan bəyə aiddir. Özün belə deyək də intelligent göstərmək üçün bu fikri deyil. Bir doğrudur. Oktay Aslan bəyin pullarının üzərine çırpır, amma ondan qisas almaq fikri yanlışdır. İşin çıxın. Səməd Rus teatrını, milli teatrını üstün tutur. Oktayın orada fəaliyyət göstərməsini istəyir. Baxın, Oktayın orada fəaliyyət göstərməsini istəyir hissəsi doğrudur. Bir dənə Rus teatrı, milli teatrın üstün tutur. Biz o ifadəni orada görmürük. Və Oktayı Rus teatrına göndərməkdə, ora yönləndirməkdə fikri də
beləliklə Oktayın öz dolanışığın maddi cəhət durumu yaxşılaşdırması üçündür. Orada Səməd Rus teatrının, milli teatrın üstün tutur deyə bir fikir yoxdur. Amma dolayı yolla biz o qənaətə gələ də bilərik ki, bu öz səhnələrini qoyub Oktayı başqa bir səhnəyə yönləndirirsə, bəlkə belə bir fikir. Ona görə bu əslində bu üçüncü fikir biraz müqayisəli fikir sayılacaq. Biraz mübahisəli fikir sayılacaq. Görək bunun cavabını nə verəcəklər? Üçü saxlayaq hələ ki, görək bunun cavabını nə verəcəklər? Daniel bəy Şəkinskinin əsl mahiyyətinin nə olduğunu Firəngizlə Səməd söylüyor. Daniel ilə Şəkinskinin fikrinin nə olduğunu Firəngizlə Səməd söylüyor. Bunu bilirsiniz harda bilik? Bunu 5-ci məclisdə Firəngizlə Nərgizin söhbətindən bilik. 4 də doğrudur. Səvər Oktaya başına gələn fəlakətlərin arasında 3 şey xüsusən də onu heç vaxt unutmadığını deyir. Bu 5 yanlışdır. 1-3-5 deyək, sadəcə 3 biraz mübahisəlidir. Bunun cavabı nə verəcəklər? 84-ə baxaq. Gənclik bir qızıldır. Qızıl kimidir? Bura təşbihi görürük. Əlindən birdən mən. A, B, A. Qafiyə quruluşunu gördük. Eyni zamanda birisi əfsəlat xəqanı farsçadır. Yəni bu farsçadır. Qafiyə quruluşu götürün, farsçadı götürün. Qədim dövrdə yaşayıb, orta dövr deyil. Təşbih metafor var. Gənclik sağlamlıq, sağlamlıqdan danışmır. Baxın, gənclik qızıl kimidir. Bu təşbihdir. Eyni zamanda onun torpağa düşüb yox olması da metafordur. Yaxşı, çünki əşya torpağa düşər, gənclik düşməz. 1-2-4-dür bunun cavabı. Zəhərdəki yanlışı bizdən soruşur. Meşəni gözləyən son aqibətdə konkret olaraq heç kimi günahlandırmır, doğrudur. Atın aqibəti ilə meşənin taleyinin oxşar olması təəssüf. Atın aqibəti, yəni Görcənin vəfatı, ölməsi daha doğrusu. Bunu biz belə deyirik də. Görcənin ölməsi sanki insanların təbiətə qarşı biganə münasibətinin göstəricisidir. Ona görə bu belə deyək də Mir Qasım obrazına aid olmayacaq da bu müəllifin qənaətidir. Ona görə 2 yanlışdır. Su altına qalacağını düşündükdə ata ehtiyac olmayacağını anlayır, yanlış fikirdir. Çünki Görcənin üzərində yeni salınacaq meşələrdə meşəbəlik elədiyini düşünür. Eləmək istədiyini dilə gətirir. Meşənin aqibəti onu kədərləndirsə də özünü tox tutmağa çalışır. Bəli, mahnıda bədbin mahnı oxumur. 5-i meşəni qorumağa gücü çatmadığı üçün özünü aciz və gücsüz hesab edir. Yanlış fikirdir. Cavabı olur 2-3-5. Digər suala baxaq. Vaqif pyesində Şeyx obrazına aid doğru fikri bizdən soruşur. İbrahim xanın Qarabağdan qaçmasına yardım edir. Yanlış təbii ki. Şuayla gizli yolla Qacarın ordusuna bələdçilik edir. Qacarın nitqindən sonra içini götürürük. Doğru fikirdir. Eldar İbrahim xanın gözündən salır. Onun təhlükəli işlərlə məşğul olduğunu deyir. Bu da doğrudur. Vaqifi dinin düşməni Qacar adlandıracaq. Şeyx adlandırmayacaq. 4 yanlışdır. Eldarın və Vaqifin gizli planları haqqında Qacara xəbər edir. Yanlışdır. Qar ilə birləşir. Xuramanı İbrahim xana ərə gəlməyə razı salır. Altında götürürsünüz. Cavab olur 2 yazaq bura 2 3 6. Digər suala baxaq. Aşağı Əsgərin dağlar qoşmaları ilə bağlı suallardır. Lirik qəhrəman özünü Məcnunla müqayisə edir. Bu Nikbin ruhda yazılmış 1-ci dağlara aiddir. Demək görürsünüz burada 1-ci dağların, 2-ci dağların yerində səhv ediblər ki, şagirdlər çarıxsınlar. Əslində normalda bu 1-ci gəlir, bu 2-ci gəlir. Görürsünüz? Eyb yoxdur. Biz bilirik ki, bahar fəsli yazarlar gələndə Nikbin ovqatına yazılan dağlardır və burada özünü Məcnunla müqayisə edir. Ona görə A-nı yazırıq bura. Vətən dağların sanki yetim kimi insansız qalıb. B-ni yazırıq 1-ciyə. İctimai siyasi mövzular heç bir ictimai siyasi mövzuda deyil. Sadəcə bir ay yarım Novbaharan keçəndə ifadəsindən başlayan dağlar, yəni 2-ci dağlar, bədbin ruh var orada və orada ictimai motiv var, amma təbiət mövzusundadır. Aşıq hər bənddən nikbinliyi qoruyub saxlayır. Bunu 2-ci dağlara aid edə bilərik də, amma 2-ci dağların sonuncu bəndində nikbinlik olmur deyə bunu heç birinə aid eləmirik. Son bənddə özünün müəllifi özünü məzəmmət edir. Bəli, arsız, aşıq, elsiz niyə yaşadı? Ölsün ələskər tək qulların dağlar. Birə yazırıq. Bunu nəyə hara yazmalıyıq? Bunu yazmalıyıq əslində 2-ciyə də, hə? Pozaq buradan. Deməli, bilirik ki, özünü məzəmmət edir. Bir ay yarım Novbahardan keçəndə 1 olur B-E, 2 olur A. Bir dəfə də baxaq. C ilə D-ni çıxdıq. Yetim kimi insansız qalır, özünü məzəmmət edir. Bu bir ay yarım Novbahardan keçənə aiddir. Məcnunla müqayisə edir. O da bahar fəsli yazarları gələndə dağlara aiddir. Deməli, belə. Bizdən bu qədər. Situasiyaya baxmamışam. Situasiya rahat görünür. Vaxt itirmək istəmədik situasiyaya. Sağ olun.